Salam əziz izləyicilər, hər vaxtınız xeyirli olsun. Ödənişli olan vasitəsilə təbii ki, sizlərə belə qeyri-adi görünüşə malik olan G30 təqdim edirəm. F10-dan sonraki nəsil. Və belə bir G30 2021-ci ildir. Texpasportla 22 VIN koddur. Gördüyünüz kimi avtomobilin çox özəllikləri var. İlk növbədə başlayıq 20'lik. Yəni görünüşü təkrar olunmaz bir görünüş olan disklərdən Azərbaycanda təklifdir bu disklər. Təkərlərinə qədər təzə Coilover Sport prujunlarda, amortizatorlarda gördüyünüz kimi xüsusi karbon əl işlənmələri güzgülərin üstünə, həmçinin əl tutaqaclarında yan ətəklər, avtomobil beskraskadır, nömrə üstündə satılır. Tam əla vəziyyətdədir gördüyünüz kimi. Çox super bir görünüşü var həqiqətən də. Salona gəldikdə gördüyünüz kimi belə bir kərpic rəngində dəri salonunda ki, salonda heç bir nöqsan yoxdur. Harman kardon səs sistemi. Ön hissəyə gəldikdə yan güzgülərdə kör zonamız var. Elektron yaddaşlı oturacaqlar. Xüsusi işlənmələrlə sport sükan, gördüyünüz kimi karbon işləmələrlə sport sükan. Avtomobilin yox sözü yoxdur, mən belə başa düşürəm. BMW-nin düzü mən xoşlamasam da BMW-nin üstünlüyü odur ki, sidenkalar, oturacaqlar insanı qucaqlayır. Həqiqətən də. Gördüyünüz kimi xüsusi adaptiv belə bir sükan da var. Xüsusi monitorla head-up'ı var burada bizdə. 530 avtomobil sükan tam olaraq əla vəziyyətdədir. Çox funksiyalı multimedik burada monitorumuz var. İstəyirəm avtomobilin yürüşünə baxaq, görə avtomobilin yürüşü nə qədərdir. Mənə o maraqlı gəlir. 35.000 mil yürüşdür. Deməli. Bir dəqiqə, üzr istəyirəm. Əzizəm, avtomobildə nə var burada bizdə? Ön oturacaqların isidilməsi, gördüyünüz kimi avto holdumuz var. Arxa görüntü kameramız, həmçinin park radarlar. Çox gözəl bir avtomobildə həqiqətən də söhbəti yoxdur. Çox maraqlı sükanı var, həqiqətən də buradan baxın. Hər bir şey də burada göstərir. Yəni ki, burada yağın işarəsidir, həm o da yağın dərəcəsidir, Fahrenheitdir, həm hamısı bütün temperatur dərəcələri, göstəriciləri. Avtomobil çox əla vəziyyətdədir həqiqətən də. Güzgü qatlanana qədər var. Gəlin avtomobil sahibinə tam dəqiq qiymətini soruşaq. Əzim, qiymət nə olacaq? Qiymət nə olacaq? 45.500 dollardır qiymət mənim əzizlərim. Real azından razılaşma olacaq, son qiymət deyil. Kim istəsə buyura bilər. Avtomobil demək olar ki, beskraskadır tam olaraq. Kim istəsə buyursun, altdakı nömrə